Ərbəin artıq soğuşmaq üzrədir. Əyyam-ı ərbəin keçib gedir. Bugün xanım Zeynəb salamullah aleyha və habelə İmam Zeynil Abidin aleyhisselam və Fatimə balaları 3 gün qaldılar Kərbəla-i Müəllada, sonra 4-cü gün rəvan oldular Mədinəyə tərəf. Hələ ki 3 gündür, hələ əyyam-ı ərbəindir. Qarşıda da bizim 3 dənə məsumumuz, sərvərimiz, ağamız, Seyyidül Mursəlin, Şəfi'ül Muzlimin, Rəhmətən lil-aləmin, Ağa Rəsulullah sallallahu aleyhi və səlləmin şəhadət günləri yaxınlaşır ki, Həzrətin şəhadəti Səfər ayının 28-i təsadüf eləyir dekabrın 21-inə inşallah. Habelə haman gündə təsadüfən ondan bir 40 il sonra ki, İmam Həsən əleyhisselam hicrətin 50-ci ilində şəhadətə yetişibdi. Ağamız haman gündə Səfər ayının 28-ində şəhadətə yetişibdi. İnşallah onun haqqında da məclisimiz olacaq. Bizim ikinci imamımızdır, sərvərimizdir və heç cavanlarının ağası, canımız, ciyərimizdir. Ondan sonra qəriblər qəribi Ağa İmam-ı Rıza əleyhisselamın ki, səfərin axırında şəhadətidir. Onu da elə onun ardıcan qeyd edəcək. Bir var təsadüf, bəzən də görürsən, bəzi şeylər təsadüf olmaz. Ağa İmam Rıza əleyhisselamın bir kəlamı var. Həzrət buyurur ki, hər vaxt İmam Hüseyin əleyhisselamı ağladınız, mənə də ağlayın. Niyə görə? Çünki mən də qəribəm. Bir fikir verirsiniz, ağanın şəhadəti gəlib düşüb Səfər ayının axırına. Onda ki, İmam Hüseyin əleyhisselamın mərasimi sona yetir, əzadarlıq sona yetir, Ağa İmam Rıza ilə xətm olur həmişə. Həmişə Ağa İmam Rıza ilə xətm olur. Fikir verirsiniz, yəni bu təsadüf deyil. Həzrət özü buyurdu ki, hər vaxt Hüseynə ağladınız, mənə də ağlayın. Çünki mən də qəribəm. Həqiqətən İmam Rıza əleyhisselam hücrə qəribi idi ki, heç kəs yoxdur. İnşallah, bəs bu qarşımızda gələn günlərdir ki, Səfər ayı əgər tam olsa, 30 olsa, ayın 23-nə təsadüf eləyir, dekabrın. Yox, əgər 29 olsa, qısa olsa, 22-sinə nə edəcək, təsadüf eləyəcək. İnşallah, ağamızın haqqında da bir gün biz əza saxlayacaq, əzada alacaq inşallah. Amma o ayə-i şərifə ki, oxudum, tilavət elədim, çoxlar müminlər bu ayəni əzbər bilirlər. Bu ayəyə Ləv-Ənzəlna deyərlər. Bizim ürfümüzdə, yəni möminlərin ürfündə, bizim Azərbaycan möminlərinin ürfündə, məxsusən hükətdə deyərlər Ləv-Ənzəlna ayəsi. Amma həqiqətdə Həşr surəsinin axır ayələri elmidə deyərlər. Bunun haqqında çox rivayətlərimiz vardır. Məxsusən Ağa Rəsulullah sallallahu aleyhi və səlləmdən rivayətdə vardır ki, hər kəs səhər bunu oxuyan, axşama qədər Allahın hifzində olar. Allah Teala onu yerin, göyün, insin, cildin, şəyatinin şərrindən qoruyar. Əgər axşam oxusa, səhərə qədər hifzində olar. Bir rivayətdə var ki, hər kəs bunu oxusa, hər hərfindən Allah Teala mələk xəlq eləyər və onun üçün hifz eləyərlər onu və onun üçün istiğfar eləyərlər. Və sair bunun haqqında çoxlu rivayətlərimiz var. Hətta bir günləri bir nəfər gəldi Ağa Rəsulullahın yanına, ərz elədi ki, ya Rəsulullah, Qur'anda ismi əzəm var, Həzrət buyurdu, bəli var. Ərz elədi ki, ya Rəsulullah, onu mənə göstərin, deyil. Həzrət buyurdu ki, get Həşr surəsinin
axırıncı 3 ayəsini oxuyun. Həşr surəsinin axırıncı 3 ayəsi yarım səhifədir. Buradan hardan tapsın bu adam ki, burada İsmi Əzəmlə. Yenə duvara ərz elədi ki, ya Rəsulullah, hansı kəlmədir yox? Həzrət buyurdu ki, get axırıncı 3 ayəni oxuyuna. İndi əgər məsləhət döyürsə, inad eləməyə, təkrar eləməyə ehtiyac yoxdur. Çünki əgər məsləhət olsaydı onu deməkdir, Həzrət ümmətinə deyərdi. İsmi Əzəm bir kəlmələrdir ki, Allah Təbarəkə və Teala o kəlamları xəlq eləyibdir, yaradıbdır, öz elmindədir. Ondan bəzilərini bəzi insanlara öyrədirdi. Misal üçün, Asif ibn Bərxiya, Həzrət Süleyman Peyğəmbərin vəziri. Bilqeysin taxtını bir göz qırpımında hazır elədi. Səba şəhərindən Beytül-Müqəddəsə. Süleyman Peyğəmbərin taxtı Beytül-Müqəddəsdə idi. Əyləşmişdi taxtında, Quranda ayəsi var, Nəml surəsində. Həzrət Süleyman dedi ki, kim götürər onu mənim üçün? Bir div var idi orada, dedi ki, Allah buyurur, qala ifritun, bir ifrit dedi, ifrit yəni div, cinnilərin bir növüdür. Dedi ki, mən sənin üçün götürüb gələrəm onu yerindən qalxmamış. Amma Allah buyurur ki, o kəsə ki, biz kitabdan bir elm vermişdik, o dedi ki, mən sənin gözün nicə vurmamış, onu hazır edərəm. Və hazır da oldu. Bir taxtı Səba şəhərindən, indi Səba şəhəri ya o Yəməndəki Səbadır, yaxud da ki, bizim bu Səba şəhəri ki, Qobustan tərəfdə indi ad da verirlər ona, Səbail deyirlər. Aman o yerdə bir qədim bir şəhər olur. Bilaxır, hər hansı biri olur olsun, fasiləsi 2000 kilometr olar Beytül-Müqəddəsə, hər ikisi. Və bunları hazır edər. Həzrət buyurur ki, Asif ibn Bərxiya bir dənə hərf bilirdi onunla. İsmi Əzəmdən bir hərf bilirdi, onu ilə onu hazır elədi. Bir dənə elm bilirdi onunla. Ya misal üçün Xızır Peyğəmbər 7 dənə ondan hərf bilir. Ya Nuh Peyğəmbər 12 dənə hərf bilir. İbrahim Peyğəmbər neçəsini bilir. Hər Peyğəmbərə müəyyən miqdarda o təhvil olunubdur. Üsul-i Kafiyə baxsaq görürük ki, Həzrət buyurur ki, onun 72-sini də Allah Təbarəkə və Teala Peyğəmbərə təlim edirdi. Bizim Peyğəmbərimiz 72-sini də bilirdi. Və o elmdə ötürülübdir Həzrət Əli əleyhissalama, ondan sonra ta bu günləri hal-hazırda olan İmam-ı Zaman əleyhissalam elmi biləndir, o elmi yer üzərində daşıyıcısıdır. İmam əleyhissalam o elmin daşıyıcısıdır. Amma belə insanlardan çox çalışan olur ki, ondan bir şey ələ gətirsinlər, olmuyor. Çünki İsmi Əzəm bir şeydir ki, hər kəs onu bilsə, ondan xariqül-adə işlər baş verər. Bir işlər baş verər ki, bəşərin qüdrətindən xaricdir. Bəşər onu eləyə bilməz eləsin. İndi bu adam da ərz edir Peyğəmbərə ki, ya Rəsulallah, mənə onu təlim elə. Allah da icazə verməyirdi onu başqalarına təlim olsun. Çünki ondan bəziləri düzdür, mömin olsa sui-istifadə eləməz. Bəzən də görürsən, Allah mömin olsa belə, əgər o deyirlər ki, bıçaq sümüyə dayananda, görərsən ki, məcbur olar neyniyər? İstifadə eləyər, sui-istifadə olunar, bu da düzgündür. Bax, görürsən, misal üçün, onun daşıyıcısı 72-ni bilən insan İmam Hüseyin əleyhissalam idi, necə dözümlə onları neynədi? Hifz elədi, saxladı. Eləyə bilərdi ki, orada hər bir şey eləyəydi İmam əleyhissalam o elmi ilə. Çox işlər görə bilərdi. Amma İmam əleyhissalam neynəmədi? Ondan istifadə eləmədi. Amma bizim kimi sadəlöv insanların əlinə düşsə, çəpər çəkərik dövrəmizdən, heç bizə yaxınlaşa bilməz. Bütün xeyirləri özümüzə neynəlik cəb elədik. Olmaz ki, beləmsindir. Bəs İndi əsl həyat o həyatdır ki, insan neynəsin? Adi həyat yaşasın. Ən gözəli odur.
adi həyat yaşamaq ən gözəl həyatdır. İndi bu adam da deyir ki, ya Rəsulullah, mənə onu təlim elə. Həzrət yenə də buyurdu ona ki, gel Həşr surəsinin axırından 3 ayəni oxuyur. Odur ki, alimlər, o insanlar ki, o İsmi Əzəm haqqında təhqiqatlar aparırlar. Onlar dedikləri sözdən bu anlaşılır. Qur'anın başqa ayələrini də deyirlər. Müxtəlif ayələr var, misal üçün. Ayət-əl Kürsünün əvvəl ayəsi, ya misal üçün, Ali İmran surəsindən 2 ayə deyilibdir. Sonra başqa Fəth surəsindən bir ayə deyilibdir. Buradan bir ayə deyilibdir. Müxtəlif ayələr deyilibdir Qur'anda. Əgər bir insan maraqlı olsa, müraciət edəsə onların kitablarına bilər. Amma bu da rivayətdə varımızdır ki, bəs burada İsmi Əzəm vardır. Ona görə bu çox möhtəbərdir. Bunu bəzi möminlər əzbər bilirlər və bəzən də görürsən elə sübh və şam bundan edirlər, istifadə edirlər. Demək olar ki, Ayət-əl Kürsünün qardaşıdır. Necə ki, Ayət-əl Kürsi mühüm ayələrdən biridir Qur'an-ı Kərimdə. Onu möminlər əzbər bilirlər, oxuyurlar namazdan sonra. Elə bu da Ayət-əl Kürsünün bir qardaşıdır və özünə məxsus xüsusiyyətdə olan ayələrdəndir. Bir neçə ayədir. İnşallah bu günləri ki, biz bunu tamamlaya bilməliyik. Qismət olsa, elə bir Məhərrəm ayında bunu tamamlarıq. Allah Teala buyurur, لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ Əgər biz bu Qur'anı bir dənə dağa nazil etsəydik, bir dənə dağa, böyük dağlar, dünyada ən uca dağlar ki var, Himalay dağları, nə dağlar, Qaf dağlar, hündür dağlar. Əgər bu Qur'anı biz nazil eləsəydik dağlara, Lərəəytəhu əlbəttə yəqinən sən görərdin ey Peyğəmbər o dağı ki, xavşiən əyilibdir, xuşu edibdir, qorxubdir, mütəsəddəən, dağılıbdır, parçalanıbdır. Nədən? Min xəşyətillah, Allahın xəşyəsindən qorxsunlar. Amma insan bunu daşıyır, heç bilmir nə daşıyır. Nə? Qur'an Allahın elmidir. Qur'an Allahın elmidir. Bəşəriyyətin, bax, yaradıb, Adəmi yaradıb, elə deyil. Adəmi yaradıb, Adəmdən sonra nə qədər insanlar yaradıb, milyardılar insanlar, dəfn olublar, ölüblər, gediblər, onların hamısı soğuşub gedib. Hələ onlardan 124 min Peyğəmbər. 124 min 3 dənə hərif, 3 dənə rəqəmdən ibarətdir. Amma nədir? 3 dənə də 0 qoysaq 6 rəqəm. Amma nədir? Çox böyük bir ədəddir. 124 min onu saymaq olmaz. 124 min Peyğəmbərlərə Allah tərəfindən din gəlirdi. Allah da buyurur ki, sonuncu Peyğəmbərə ki, Əl-yəvmə əkməltu ləkum dinəkum. Bu günləri sizin dininizi kamil elədim. Din-i kamil İslamdır. Əla, lillahi dinil xalis. Din-i xalis Allaha məxsusdur. Budur. İndi o dini də daşıyan yer üzərindən nazil olunan Qur'andır ki, bizim Peyğəmbərimizə nazil olur. Bir kəsi ki, o 72 dənə hərfi nə edib deyə əzbərdir. Hər bir elmlər onun üçün aşkar olur. Allah Teala ona təlim edir, öyrədibdir, pak olur, təmiz olur. İndi bu cürlə bir Qur'an ona nazil olur. Qur'an bilirsiniz nədir? Qur'an siql-i əkbər bəzi rivayətlərdə var. Siql-i əkbərdir. Peyğəmbər tapşırdığı o 2 dənə şeyci vardı. Onlardan biri Qur'an-ı Kərimdir. Misal üçün, bir tərəfi nədir? Bir tərəfi İmam Həsəndir, İmam Hüseyndir, İmam Zeynəl-Abidindir, ta İmam-ı Zamandır. İmamlar. Müqabil tərəfi Qur'an.
Tərəzinin bir gözü Qur'andır, bir gözü imamlar. Sən bax gör Qur'an nədir? Qur'an çox ali bir kitab. Qur'an bir kitabdır ki, bizim ağıl düşüncəmiz onun böyüklüyünü, əzəmətini dərk edə bilmir. Alimləri heyrətdə qoyan kitabdır. Onlar ki, alimdilər, hər bir şeyin dəqiqliyini, incəliyini anlayan, düşünən insanlardılar. Onlar Qur'ana baxanda heyran qalırlar. Heyrətdə qalırlar. İndi bu Qur'an buyurur Allah Teala ki, əgər biz bu Qur'anı nazil etsək dağa, bir dənə dağın üzərinə nazil etsək, görərdin əlbəttə sən Peyğəmbər ki, o da xaşe idi, əylikdir, qorxudan, mütəsəddiən parçalanıbdır min xəşyətillah, Allahın qorxusundan. Və tilkəl əmsal və bu misalları ki vardı, nadribuha, biz onları vururuq sizdən ötürü, linnas, insanlardan ötürü vururuq, ləalləhum, şayət ki insanlar onu neyələr, düşünələr, fikr eləyələr onun haqqında, bilələr ki, nə oxuyurlar, nəyi daşıyırlar, çiyinlərində hansı yük vardır, boyunlarında yük vardır ki, ondan qiyamətin günü nə olacaq? İnsan soruşulacaq. İnsan məsuldur ondan. Qiyamətin günü biz bu dünyada məsuluq. Nədən? Allahın dinindən. O dini ki biz daşıyırıq, ondan soruşulacaq bizdən. Biz onu təhvil verməliyik özümüzdən sonraki nəsillərə. Aya biz onu doğru çatdırdıq, düzgün çatdırdıq, ya çatdırmadıq. Bu uşağın böyüyü ona üsulidini öyrətməlidir, firuidini öyrətməlidir, əhkam-ı ilahini öyrətməlidir. Müsəlman olmalıq elə o demək deyil ki, onu xütnə eləyələr olmuş. Xeyr, xütnə ilə tək insan müsəlman olmaz ki. Onu elə başqa dinlərdə də eləyirlər onu. Amma müsəlman olmaq odur ki, ayin-i ilahini, Allahın əhkamını uşağa təlim eləyəsən. Onu ona öyrədəsən. Babadır, nənədir, atadır. Hamının vəzifəsidir ki, əmr və məruf babından öz övladına neynəsin? Onları təlim eləsin, öyrətsin. Əhkamı ona öyrətsin. Dəstəmaz almağı öyrətsin. Ayaq yoluya, dəstşuya gedib gəlməkliyi neynəsin? Öyrətsin. Və illa görürsən, gəlib böyük bir adam olubdur, hələ bilmir ki, aftafanı necə götürərlər? Niyə? Üçün öyrətməyiblər ona. Uşaqlıqda öyrətsəydilər, yadında olardı, bilərdi qaydasını. Bəs, və tilkəl əmsalu nədribuha linnaz, ləalləhum yətəfəkkərun. Huvəllahul-ləzi la ilahə illahu. Allah, o Allahdır ki, la ilahə, ondan başqa bir məbud yoxdur. La ilahə illahu. Ondan başqa bir məbud yoxdur. Bunu insan bir dəfə dilində deyir, bir dəfə də feilən onu neynəməlidir, əncam çəkməlidir və əqidəsi də bu cürünə olmalıdır. Allahdan başqasına ibadət eləmək olmaz. Allahdan başqasını məbud seçmək olmaz. İbadətində də o cürünə olmalısan. Riya insanın əlindən o İxlası çəkib alar. Şeytan o ixlasın oğrusudur. Şeytan gəzir ki, insandan ixlası alsın. İxlas ki, alındı, riya gələcək yerinə. Misal üçün nə kimi? Sən namaz qılırsan, zöhr namazı qılırsan, ya əsr, hər hansı bir namazı qılırsan. Demirsən, Allahu Əkbər, baxıb görürəm ki, filan kəs gəldi içəri. Deyirəm, bu Zeyd gəlib içəri, o görsün mən vələzzalini necə deyirəm, ya görsün mən qunutu necə tuturam, ya görsün rükuda necə hüzum var, quşum varsa, mən burada neynədim? Aləmi bərbad elədim, Allaha şərik qərar verdim. Filan kəsi Allaha şərik qərar verdim. Mənim bu ibadətim batildir, o heç. Onda işimiz yoxdur. Bu ibadət batildir. Ağıllı insan o ibadəti orada saxlayar, təzədən iqamə deyər namazın başqasını qıl. Ha belə oruc da belənsinədir. Şeytan dəğdəğə eləyəcək, alacaq. Bir dəfə, iki dəfə, üç dəfə
Bütün riya üstündən, sonra şeytan deyəcək ki, indi gəl bir dənə Allaha da kafir ol. Elə ki, insan Allaha kafir oldu, riya olub baxı. Riyalar bir-birinin üstündən, əməllər batil olub, nə qədər şirkilər, elə ki, insan kafir oldu, Allah Qur'anda bilirsiniz nə buyurur? Buyurur, kəməsəli şeytan, eynən şeytan kimi izqaləlil insani kfur, o zamanı ki, dedi insana kafir ol cinan, kafir olar. Fələmma kəfərə, elə ki insan kafir oldu, qalə, şeytan deyər ona, inni bəriun minkə, mən səndən uzaqam. Mən Allaha kafir olmam. Şeytan deyər, mən Allaha kafir olmam. Həqiqəti bilir, axı necə kafir olsun. Deyər, mən insana kafir olmam. Mən qorxuram Allahdan. İnni əxafullah. Mən qorxuram Allahdan. Rəbbəl aləmi, aləmlərin pərvəriş verənidir. Mən ona necə kafir olaram? İnsanı aldatdı. Amma elə o da onunla gedəcək. Çünki cəzaları eynidir. Səlavat çəkin. Bəs insan təvhiddə gərək sabit qədəm olsun. Heç bir cürə yol verməsin, təvhidində xələl gəlsin. Allahın vəhdaniyyətinə qail olsun. Təvhid deyəndə, yəni Allahın təkliyinə qail olsun. Allahın vəhdaniyyətinə qail olsun. Bilsin ki, Allah təkdir, şəriki yoxdur. Bunu neynəməlidir? İnsan möhkəm olmalıdır. Bəs hüvəllahul-ləzi la ilahə illahu alimul qeybi və şəhadə. Allah təbarəkə və teala qeyblərə alimdir. Biz o Qufeylə namazı ki qılırıq, o Qufeylə namazının ikinci rəkətində surənin yerinə bir ayə oxuyuruq. Deyirik ki, və indəhu məfatihul qeybi la ya'ləmuha illahu. Allahın yanındadır, Allah Teala'nın nəzdindədir qeybin açarları. Məfatihul qeyb, iftah açara deyər. Yəni, məfatihul qeyb, yəni qeybin açarları Allah Teala'nın yanındadır. La ya'ləmuha illahu. Allah'dan sıvay onu heç kəs bilməz. Allah qeybin açarları Allah'ın yanındadır. La ya'ləmuha illahu və ya'ləmu ma fil bərri vəl bəhri. O çöllər, səhralar ki vardı, bax indi gecə qaranlıqda o çöllər ki vardı, nə o çöllərin əmisi var, nə munisi var, heç kəs yoxdur. Allah Teala bilir ki, o çöllərdə nə var, nə yox. Hamısını Allah bilir. La ya'ləmuha illahu və ya'ləmu ma fil bərr. Uzun səhralar ki vardı, bilir onlarda nə var. Nə qədər torpaq var, nə qədər qum var, nə qədər danəsi var, nə var, təkində nə var, hamısını bilir. Vəl bəhri və dəryada olanları bilir. Bu günləri deyirlər ki, misal üçün, televizorda deyirlər, yalan deyirlər, doğru deyirlər. 16 milyon balıq növü deyirlər. 16 milyon. Sən təsəvvür et. Gör, nələr yarar Allah Teala. Hələ orada onun nə bilim ağacı var, gülü var, çiçəki var, oxyanın dibində elə gözəl çiçəklər, güllər Allah yetişdirir. Nələr yetişdirir, nələr düzəldib Allah Teala. Hələ bu bizim dünyamızdır. Nələr yaradıb Allah Teala, Allah bilir. Bəs və ya alimul qeyb, qeybi bilən Allahdır. Ya'ləmu ma fil bərri vəl bəhri və ma təsqutu min vərəqətin. Elə bir yarpaq düşmür ağacdan ki, illa ya'ləmuha. Məgər onu Allah bilir, Allahın icazəsi ilə düşür. Sən təsəvvür elə, Allah kəlamıdır, Qur'andır. Sən təsəvvür eləyirəm ki, bizim dünyada nə qədər ağac var. Onun sayını da Allah bilir. Hər ağacda nə qədər yarpaq var, onun da sayını Allah bilir. Bunların hamısının yerə düşməyi Allahın izni iləndir, Allahın
nəzəri iləndir. Allah üçün bu elm bir şey deyil. Allah aləmində bizim üçün böyük görsənir. Allah aləmində bu çox cüz'i bir elmdir. Çünki Allah nə qədər belə şeylər yaradıb və bilir. Alimül qeyb. Qeybə alimdə Allah təbarəkə və təala və şəhadə və şahid aşkar olan şeylərə alimdir. İndi istəyirsən sən gizlində bir iş görgünən, ya aşkara bir iş görgünən. Bizim üçün fərq edər. Mənim üçün, sənin üçün, insan üçün, bəşər üçün bu fərq edər. Gizlində eləməklə, aşkarda eləməklə fərq olar. Amma Allah aləmində fərqi yoxdur. Külli kainat Allahın elmidir, Allahın elminin qarşısındadır. Aydın, aşkardır, orada bir şey yoxdur ki. İstəyirsən gizlin elə, istəyirsən ki, aşkar elə yenə. Bir kəsi ki, və huvə ya'ləmu xainətəl a'yuni və ma tuxfis sudur. O kəsi ki, xəyanətli baxışları bilir, bir baxış ki, xəyanətli olar, onu bilmək olar, çətin bilmək olar. Xəyanətli baxışı bilir və ma tuxfis sudur, o ki, sinələrdə gizlənibdir, üstündə örtüblər, onu saxlayıblar, özü ilə qəbrə aparırlar, sirrilər ki vardır, o sirrləri bilir Allah təbarək və təala. Və ma tuxfis sudur, o şeylər ki, qəlblər məxfi saxlayır onu, onları bilir. Allah üçün bu aləm nədir? Hiçbir şey. Bizim üçün çətindir, bizim üçün böyük görsənir. Allah aləmində kiçikdir. Huvər-Rəhman. O Allahdır ki, Rəhmandır, rəhm eləyəndir və rəhimdir. Yəni, dünyada həm kafirə, həm möminə ruzu verir. Hamıya ruzu verir. Neçə milyard insan var yer üzərində? Bilmirəm, Allah deyirlər, 7 milyardı soğuşur. 7 milyard, 8 milyard, nə qədər var bilmirəm, axı. Bunların hamısı hər gün ruzu verir. Bir insana vermir ki, o hərənin həyatında bir 5 dənə toyuğu cüzəsi varsa, onlara da ruzunu kim verir? Allah verir. O dəryada balıqlar var, onlara da, havada uçan quşlara da verir. O çöldə yaşayan heyvanlara da verir. Yerin təkində də verir. Hər bir yerdə olsun, onun ruzusunu yaradan neyini verir. Görürsən ki, Subhanallah, Allah rəhimdir. Görürsən ki, o heyvan dünyaya gələn kimi durur yürür anasının döşünə. Kim dedi ona, kim istiqamət verdi, kim yönətdi, kim verdi bu mexanizmanı onun beyninə ki, durub getməlidir ananın döşünə. Durub getsin nə o tərəfə? Yox, yürür ananın döşünə. Bunu kim belə elədi? Kim yarattı? Kim düzəltdi? Bu mexanizmanı, qurğunu onun beyninə, onun o şuuruna kim verdi ki, dünyaya gələn kimi elə təzə yalanıbdır, təzə durubdur ayağa, ayağını güclə atır, yürür ananın döşünə. Subhanallah. Subhanallah. Allah nə qədər rəhimdir, nə qədər zərifdir, nə qədər incədir, lətifdir yaradışında, gözəldir Allah təbarək və təala yaradışında. Huvər-Rəhman, kafirə ruzu verir, möminə ruzu verir, hamıya ruzu verir. Hamıya beqədəri can verir, o qədər verir ki, tuğyan eləməsin, yolunu azmasın. Əgər birdən çox versəydi, nə olacaq idi? Tuğyan eləyir, Quranda ayə var da, deyir, əgər deyir, mən nazil eləsəydim, öz ruzunu hamıdan ötürü, bir hesab, hamısı ləbəq alır. Tuğyan eləyəcəkdilər insanlar. İndi biri deyər, yox, Allah mənə versə eləməyəcəm. Allah elə deyir. Verəndən sonra, heç sonra görsən, məhsidə də gəlir. Bəli, sabahları 1 milyon versin mənə, mən məsidə gələcəyəm, gəlməyəcəyəm. Çünki o qədər həm dövrəm olacaq, o qədər işim olacaq, elə olacaq da. İndi vermir, məcburam gəlirəm ki, Allaha yalvarım, biraz versinlər. Belədir, salavat zikr edirəm. Huvəllahul-ləzi la ilahə illahu Əl-Məlikül-Qüddusü Səlam. İnşallah bugün bu qədər bəsdir. İnşallah sabahları ardını oxuyarıq. İnşallah Allah izin versin. Allah Teala əzamızı qəbul eləsin.